Nə qədər adamın ölkədən çıxıb getdiyini bilmək istəyirsinizsə, burada elə bir gizli şey yoxdur. Avropa nümunəsində bunu aydın göstərmək mümkündür. Rəsmi rəqəmlərə əsasən 10 il əvvəlki dövrdə əgər hər il 6000 azərbaycanlı Avropada özünün ilk oturumunu alırdısa, hazırda bu rəqəm ildə 12.000-ə çatıb. Orta hesabla, yəni 2 dəfə artıb. Düzdür, bunlar arasında bir Avropa ölkəsindən digərinə köçənlər də var, amma belələri azdır. Lap olsun 1000-2000 nəfər, qalanı isə hamısı Azərbaycandan təzə köçüb gedənlərdir. Və bu rəqəm ildə 12.000 nəfər aiddir ancaq Avropa qitəsinin yarısına. Bilirsiniz, orada 47 dövlət var, amma bu aiddir 27 dövlətə. Dünyanın və Avropanın digər hissələrinə bundan da çox adam köçüb gedir Azərbaycandan və biz rahat deyə bilərik, əslində narahat olaraq deyə bilərik ki, hazırda hər il 10 minlərlə Azərbaycanlı ölkəmizi tərk edir. Yaxşı, bəs səbəbi nədir? Gəlin bu haqda fikirləşək. Hökumət əhali artımında maraqlı deyil. Niyə? Çünki iqtisadiyyat yerində sayır, məlumdur. 0% artım gündəmdədir. Hamı onu müzakirə edir, 0%-i. Hakim partiyanın hökuməti görünür fikirləşir ki, əhali azalsa ya da çox artmasa, onda adam başına düşən pay, ümumdaxili məhsulun adam başına hesabı göstəricisi çox da sürətlə azalmaz. Yəni, yoxsullaşmanın gözə girməsi biraz ertələnər və bunlar öz vəzifələrini bir müddətlə qoruya bilərlər. Başqa nə fikirləşəsən bu mənzərəyə baxanda? Onu da deyim ki, bu cür düşüncə bir tələdir. Neft, qaz gəlirlərinə aldanmış hökumət üçün bir tələdir. Çünki köçən hər insan ümumi daxili məhsulun da bir hissəsini gedəndə özü ilə aparır. Bu cür iqtisadi siyasətə, bu cür əhali siyasətinə qarşısınızsa, gələn seçkidə Hakim Yeni Azərbaycan Partiyasına deyil, bizim Respublikaçı Alternativ Real Partiyasına səs verin. İqtisadiyyat reallıqdır.